Bəzən körpələrin dilinin üstü ağarır. Bunun iki səbəbi var. Birincisi yemək qalıntısı, ikincisi isə Candida albicans göbələkləridir. Bu göbələk əslində zərərsizdir. Bütün hamımızın bədənində var. Amma körpələrin immuniteti olmadığına görə onun dilinin üstündə sürətlə artmağa başlayır və ağ bir görüntü əmələ gətirir. Və zamanında təmizlənmədiyi halda bu göbələk dilin üstündə yaralar əmələ gətirə bilir. Bu göbələkdən ev şəraitində necə qurtula bilərik? Öncəliklə sodalı su hazırlayırıq. 1 stəkan suya 1 çay qaşığı soda töküb bu məhlulu həll elədikdən sonra bir tənzifi barmağımıza doluyuruq və sodalı suya batırırıq və daha sonra bu su ilə uşağın dilini, damağını, yanağını yaxşıca təmizləyirik. Amma bu yetərli deyil. Əgər ana südü içirsə, sinənizi, butulka ilə bəslənirsə, butulkasını, ağzına apardığı bir oyuncağı varsa onu hamısını sodalı su ilə təmizləmək lazımdır. Bir neçə gün təmizlədikdən sonra hələ də keçmirsə, pediatrla məsləhətləşib antifungal bir dərman vermək lazımdır.